Salam əziz şagirdlərimiz, bugünkü mövzumuz şəkilçilərin bölgüsündə daha çox çaşdığımız məqamlar olacaq. Biz sözlərin içərisində sözləri kökə və şəkilçiyə böldükdə mır, mas, az, dıq görürük. Bunu necə bölmək lazımdır? Ümumiyyətlə dıq feilin keçmiş zaman şəkilçisidir. Yanında olan q isə ıq şəxs olunluğudur. Yəni d və ıq ikisi yanaşı gələndə burada yanaşı olmadığı üçün saiti nə yazılmır, nə də səslənmir. Ona görə də biz bunu iki qrammatik şəkilçi kimi götürürük. Yəni d, q, d, m, d, n kimi götürməliyik. Eyni qayda feilin inkar şəkilçisinə də aiddir. Burada da m, ar, m, ır və yaxud da üçüncü şəxsdə oxunmaz, oxu, m, az kimi götürməliyik. Baxmaram, bax, m, ar, am. Bax, d, q kimi götürmək lazımdır. Əziz şagirdlərimiz, leksik şəkilçilər arasında da daha çox bölgüdə çaşdığımız məqamlar lam və laşdır. Gəlin baxaq. Lam və laş iki leksik şəkilçi kimi biz onu düşünə bilərik. Necə? Əvvəla lam, laş bizə feil düzəldən şəkilçidir. La da feil düzəldən şəkilçidir. Əgər ladan sonra maqmək, məstər şəkilçisini qoyuruqsa, yeni biz bir feil yaradırırsa, deməli bu iki şəkilçidir. Yox, əgər yarada bilmiriksə, deməli bu bir şəkilçidir. Gəlin baxaq. Qanadlanmaq. Qanadlamaq sözümüz varmı bizim leksikamızda? Xeyr, yoxdur. Ona görə bir şəkilçi kimi bunu götürəcəyik. Gəlin baxaq. Ayaqlanmaq. Ayaqlandı. Laş şəkilçisində eyni qayda elədir. Laş şəkilçisində gəlin baxaq. Salamlaşdım. Salamlayıram, sonra salamlaşıram. Düzdürmü? Salamlamaq, salamlaşmaq. Deməli, iki leksik şəkilçi var. Amma gəlin baxaq, tündləşdi. Tündləmək sözümüz varmı? Xeyr, deməli bütöv götürəcəyik burada. Tündləşmək kimi bunu təhlil etmək lazımdır. Dəyərli müəllimlər, müdavimlər və şagirdlərimiz, yeni qruplarıma Azərbaycan dilindən qeydiyyat başlamışdır. Kim qoşulmaq istəyirsə, aşağıdakı nömrələrlə mütləq əlaqə saxlasın. Hər birinizin yeni qruplarında görməyə çox şad olaram.